Hər kəsə salam, hər birinizi xoş gördük. Müəyyən müddət idi ki, video dərslərimizə ara vermişdik, lakin rəylərinizi nəzərə alıb yenidən video çəkməyi qərara aldım. Bugünkü mövzumuz Unit 2, Lesson 3, bölmə 2-nin 3-cü dərsi olan Why is the sea salty? Dəniz niyə duzludur mətnidir. Keçid alaq mətnimizə. There is a lot of salt on the earth. Yer kürəsində çoxlu duz var. And it mixes very well with water. Və o, yəni duzlar, su ilə çox yaxşı qarışır. There is some salt in all water. Bütün sularda azca da olsa duz var. Some water on the land runs into lakes and rivers. Torpaqda olan su göllərə və çaylara axır. The water from most lakes goes into rivers. Əksər göllərdən olan sular çaylara axır. These rivers run into the seas and oceans. Və bu çaylar da dənizlərə və okeanlara axıb tökülürlər. They carry a little salt with them. Onlar özləri ilə azca da olsa duz daşıyırlar, duz aparırlar. Some of the ocean water moves into the air and clouds. Okean suyunun birazı, bəzi hissəsi havaya doğru qalxır and clouds və bulud əmələ gətirir. It evaporates. O buxarlanır. Salt cannot evaporate. Duz isə buxarlana bilmir. It stays in the ocean. O okeanda qalır. The water in the oceans has more salt than the water in rivers. Okeanlarda olan suyun çaylarda olan sudan daha çox duzu var. Ocean water is about 3.5% salt. Okean suyunun təxminən 3,1% duzdur. Some seas have more salt than others. Bəzi dənizlərin isə digərlərinə nisbətən daha çox duzu var. Some lakes do not have a river to carry the water and salt away. Bəzi göllərin demək suyunu və duzunu yuyub aparması üçün bir çayı yoxdur. Yəni hər tərəfi quru ilə sərhədlənib və onun suyunun və duzunun axıb getməsi üçün heç bir çay yoxdur. Some of the water evaporates, but the salt cannot. Və həmin göllərin suyunun biraz hissəsi buxarlanır, ancaq duz isə buxarlana bilmir. These lakes are very salty. Bu göllər çox duzlu olur. There are two famous lakes like this. Bu şəkildə olan iki məşhur göl var. They are the Dead Sea in the Middle East. Onlardan biri Orta Şərqdə olan Ölü dənizdir. And the Great Salt Lake in the state of Utah in the United States. Digəri isə Birləşmiş Ştatlarda olan, Utah ştatında olan böyük duz gölüdür. They are much saltier than the Atlantic Ocean and the Pacific Ocean. Onlar Atlantik okeanından və Sakit okeanından çox daha duzludurlar. Mətnimiz bu qədər. Keçid alırıq tapşırıq hissəsinə. Tapşırıq hissəsində demək A çalışmasında həmişə olduğu kimi mətndən olan cümlələr verilib və onların bəzi sözləri buraxılıb və biz onları tamamlayırıq. Məsələn, birincidə Ocean water is about 3.5% salt. İkincidə there is a lot of salt on the earth and it mixes very well with water. Üçüncüdə they carry a little salt with them. Dördüncüdə there are two famous lakes like this. Beşincidə these rivers run into the seas and oceans. Altıncıda some of the ocean water moves into the air and clouds. Yeddincidə isə it evaporates. B çalışmasına baxırıq. B çalışmasında eyni sözləri, lakin fərqli kontekstlərdə yazmaq tələb olunur. Birinciyə baxırıq. Two of the students always the chairs into our room. Two of the students, tələbələrin ikisi, always, həmişə, the chairs into our room, stulları bizim otağa. Burada biz görürük ki, mübtədamız var, two of the students, ancaq xəbərimiz yoxdur. Deməli, bu cümlədə bizə feil lazımdır ki, qoyaq cümləmiz tamamlansın. Burada carry feili uyğun gəlir. Two of the students always carry the chairs into our room. İkinciyə baxırıq. The is round. Burada earth olacaq. The earth is round. Yer kürəsi dairəvidir. It moves around the sun. Və o günəş ətrafında nə edir? Hərəkət edir. It moves around.
Üçüncüyə baxırıq. Many people put on their food. Əksər insanlar öz qidasına nə əlavə edirlər? Put salt, duz əlavə edirlər. 4-də Muhammed Ali was a boxer. Muhammed Ali boksçu olub. Necə boksçu olub? Famous boxer, məşhur boksçu olub. 5-də some people put sugar in their coffee. Bəzi insanlar öz kofesinə şəkər əlavə edirlər. Then they eat with a spoon. Sonra onlar qaşıqla onu neyinirlər? Təbii ki, mix, yəni qarışdırırlar. 6-cıya baxırıq. Some of the water in a swimming pool evaporates. Üzgüçlük hovuzunda suyun müəyyən bir hissəsi, birazı evaporates, yəni buxarlanır. 7-ciyə baxırıq. The Pacific nə deməkdir? Ocean. Sakit okean is bigger than the Atlantic Ocean. There are beautiful white in the sky today. Bugün səmada nə olur? Təbii ki, buludlar olur. There are beautiful clouds in the sky today. 9-cuya baxırıq. 80 of the students are men. 80 rəqəm varsa yanına faiz gəlməlidir. 80% of the students, tələbələrin 80% are men, kişilərdir. C çalışmasına baxırıq. C-də underline the word that does not belong with the other two. 3 söz verilib, ondan ikisi yaxın mənalı sözlərdir, biri isə aid olmayan sözdür, uyğun gəlməyən sözdür, belə deyək. Və həmin sözü tapmalıyıq. Məsələn, birincidə Zoo, Aquarium, University. Burada zoo heyvanların saxlandığı yerdir, akvarium balıqların saxlandığı yerdir. University isə təhsil ocağıdır və uyğun olmayan söz də elə university sözüdür. İkincidə lake, snow, ice. Snow, ice, bunlar snow, qar, ice, buz, bunlar havaya aid olan sözlərdir. Lake isə göl deməkdir. Fərqli məna olur. Üçüncüdə yawn, laugh, fly. Yawn əsnəmək, laugh gülmək. Bunlar insana aid xüsusiyyətlərdir. Fly isə uçmaq deməkdir. Dördüncüdə together, modern, new. Modern, new sifətlərdir, müasir, yeni. Lakin together isə birlikdə. Biz bunu köməkçi nitq hissəsi olaraq istifadə edirik. Beşincidə polar bear, dolphin, ocean. Polar bear, dolphin animals kateqoriyasına daxildir, ancaq ocean isə okean deməkdir. Altıncıda hour, travel, fly. Travel, fly hər ikisi səyahətə aid olan sözlərdir. Uçmaq, səyahət etmək, amma hour isə saat deməkdir. Yedincidə cool, warm, sick. Cool, warm, cool sərindir, warm mülayimdir. Bunlar da temperatura aid olan sözlərdir, belə deyək. Sick isə sıx, qalın deməkdir. Uyğun gəlməyən söz də elə budur. 8-cidə scientist, teacher, salty. Scientist, teacher bunlar professionlardır, yəni peşə ixtisas bildirən sözlərdir. Salty isə sifətli, duzlu deməkdir. Ona görə də uyğun gəlməyən söz budur. D çalışmasına baxırıq. D çalışmasında mətnə uyğun olaraq suallara cavab vermək tələb olunur. Burada bir ulduzlu sualımız var. Bu nə deməkdir? The asterisk means you have to think of the answer. Ulduz işarəsi onu bildirir ki, biz bu sual haqqında düşünməliyik. You cannot find it in the text. Və bunun cavabını biz mətndən tapa bilmərik. Birinci suala baxırıq. What does salt mix well with? What with nə ilə deməkdir? Salt, duz, mix well, yaxşı qarışmaq deməkdir. Demək, bizdən soruşur ki, duz nə ilə çox yaxşı qarışır? It mixes very well with water. O, su ilə çox yaxşı qarışır. İkinciyə baxırıq. Is there salt in lakes and rivers? Deməkdir ki, göllərdə və çaylarda duz varmı? Yes, there is, of course. Bəli, təbii ki, var. Üçüncüyə baxırıq. Where does river water go? Çay suyu deyir, hara gedir? It goes into the seas and oceans. Çay suyu dənizlərə və okeanlara gedir. Dördüncüyə baxırıq. Where does some of the ocean water go? Okean suyunun bəzi hissəsi hara gedir? It goes into the air and clouds. O, havaya gedir və nə olur? Bulud əmələ gətirir. Beşinci suala baxırıq. Where does the salt in the ocean go? Okeandakı duz hara gedir? It doesn't go anywhere. It stays in the ocean. O, heç yerə getmir və okeanda qalır. Altıncıya baxırıq. Does river water or ocean water have more salt? Demək deyir ki,
çay suyunun yoxsa okean suyunun daha çox duzu var? Oceans have more salt than rivers. Okeanlarda çaylardan daha çox duz var. Çünki okean çaya nisbətdə daha böyük anlayışdır. Ona görə okeanlar böyük olduğuna görə onlarda duzluluq faizi də təbii ki çox olmalıdır. 7-ciyə baxırıq. Why are some lakes very salty? Bəzi göllər niyə çox duzludur? Because they do not have a river to carry the water and salt away. Çünki onların duzunu və suyunu yuyub aparması üçün bir çayı yoxdur. 8-ciyə baxırıq. Name two famous salty lakes. İki məşhur duzlu gölü adlandır. They are the Dead Sea and Great Salt Lake. Onlar da Ölü dəniz və Böyük Duz gölü idi. 9-cuya baxırıq. What is Utah? Where is it? It's a state in the United States. Demək bizdən soruşur ki, Utah nədir? O, Birləşmiş Ştatlarda bir ştat adı idi. 10-cuya baxırıq. Which is saltier? The Atlantic Ocean or the Dead Sea? Deyir, hansı daha duzludur? Atlantik okean yoxsa Ölü dəniz? Təbii ki, the Dead Sea. Təbii ki, Ölü dəniz. Çünki onların axıb tökülən yeri yox idi və onlar daha çox duzlu olurdular. 11-ə baxırıq. Are there fish in the Dead Sea? Ölü dənizdə balıq varmı? Biz bilirik ki, biraz öncə də qeyd etdiyim kimi, Ölü dəniz necədir? Onun axıb tökülən bir çayı və yaxud dənizi yoxdur. Ona görə də onun suyu buxarlandıqca duzluluğu özündə qalır. Ona görə də çox duzlu göldür. Təbii ki, çox duzlu göldə də, dənizdə də balıqlar yaşaya bilməz. Ona görə də cavabımız olur no, there aren't. İlk çalışmamıza baxırıq. Burada comprehension anlama testidir. True, false, doğru, yanlış. Əgər write T if the sentence is true, əgər cümlə doğrudursa T yazırıq. Write F if the sentence is false, əgər cümlə yanlışdırsa o zaman F yazırıq. Və təbii ki, ulduzlu cümlə isə o deməkdir ki, mətndə onun cavabı yoxdur. Biz onun üzərinə düşünməliyik. Demək, birinci cümləmizə baxırıq. Salt mixes with water. Duz su ilə qarışır. Bu təbii ki, doğrudur. It's true. İkinci cümləmizə baxırıq. Clouds have salt in them. Buludların tərkibində duz var. Demək, bu ulduzlu sualdır. Biz bunun barəsində düşünməliyik. Demək, biz dedik ki, çaylarda, dənizlərdə, okeanlarda olan suyun bəzi hissəsi moves into the air. Nədir? Havaya qalxır and clouds və bulud əmələ gətirir. Əgər su havaya qalxırsa, deməli o özü ilə birlikdə duz da aparır. Və beləliklə də deməli buludlarda da duz ola bilər anlamına gəlir. Və ona görə də bu cümlədə doğru hökmdədir. Üçüncüyə baxırıq. Water on the land moves into lakes and rivers. Demək, torpaqda olan su göllərə və çaylara tökülür. Təbii ki, bu da doğrudur. Dördüncüyə baxırıq. There is salt in rivers. Çaylarda duz var. Bu da doğrudur. Beşinciyə baxırıq. Rivers have more salt than oceans. Çaylarda okeanlardan daha çox duz var. It's false. Bu yanlış cümlədir. Çünki çaylar da okeanlara tökülürlər və okeanların həcmi çayların həcmindən qat-qat böyükdür. Deməli, məntiqlə düşünsək, okeanlarda olan duzun səviyyəsi də çaylarda olan suyun səviyyəsindən daha çox olmuş olur. Növbəti cümləyə baxırıq. Salt evaporates. Duz buxarlanır. Bu yanlışdır. Çünki duz yox, su buxarlanır. Və su buxarlandığı zaman da duz sudan ayrılır. 7-ciyə baxırıq. Ocean water is about 2.1% salt. Okean suyunun təxminən 2,4% duzdan ibarətdir. Bu yanlışdır, çünki 3,2% idi. 3.5%. 8-ciyə baxırıq. The Great Salt Lake is in the United States. Böyük Duz gölü Birləşmiş Ştatlardadır. Bu doğrudur. Birləşmiş Ştatların Utah ştatında idi. F bəndinə baxırıq. F bəndində circle the number of the main idea of the text. Mətnin əsas ideyasını tapmaq tələb olunur. Birinciyə baxırıq. The sea is salty because water evaporates and salt doesn't.
Dəniz duzludur çünki su buxarlanır və duz isə buxarlanmır. İkinciyə baxırıq. The sea is salty because rivers run into oceans. Dəniz duzludur çünki çaylar okeanlara axır tökülür. Üçüncüyə baxırıq. Water from the land to rivers to oceans to clouds and to the land again. Water moves, demək su hərəkət eləyir. From the land to rivers. Torpaqdan çaylara, çaylardan okeana, buludlara və yenidən torpağa. Demək, burada mətnin əsas ideyasını təyin edən cümlə birinci cümlədir. Çünki burada dənizin duzluluğundan danışır. Dəniz duzludur çünki o buxarlanır, duz isə buxarlana bilmir. Əsas mətnin ideyasını təyin edən cümlə birinci cümlə daha doğru hesab olunur. Mətnimiz bu qədərdir. Tapşırıqlarımız da bitdi. Əgər videomuz sizə faydalı oldusa və belə videoların daha çox gəlməsi üçün kanalımıza abunə olun, videomuzu bəyənin və öz fikirlərinizi rəylərdə qeyd edə bilərsiniz. Təşəkkürlər.